İradə çox xanım, gördük də bax həyatımızda. dediyiniz kimi təqribən 2 ya 3 veriliş bundan qabaq eyni məkanda, eyni saatda bu yerdə yazılsa qadınların karyerasından danışırdıq. Onlar işləyəməlidirlər ya yox. Bəli, ailə tərzində övladlar içində xüsusi diqqət olunmalı qızlardır. Aha. Oğlandan da çox qıza vaxt ayırmaq, sevgi ayırmaq, onlara mənəvi, onlara yeri gələndə maddi diqqət ayırmaq daha üstündür. Yəni sən tək deyilsən, mən sənin arxandayım. Bəli, qızlara, xüsusən ata qızlara daha çox diqqət, sevgi ayırmalıdır. Ana da öz yerində, amma ata da daha çox sevgi ayırmalıdır ki, o sevgisizlik hiss eləməsin. Və indi o valideynlər ki, ata da səhər çıxır, axşam gəlir, indi ana da işləsə əgər, bu uşağı kim vaxt ayıracaq? Sevgi həmləsini kim onun qarşısına çıxardacaq? O həmlə ki var, sevginin hissi var, o birinci növbədə anasından qadın sevgisini almalıdır. Atasından bir mənalı şəkildə ata kişi sevgisini almalıdır ki, o sevgini başqa yerdə axtarmasın. Axtarır deyə o məcbur olur. Artıq beyni ilə fiziki tərəf, ruhi tərəf üst-üstə düşüb eyni sözü dediyində başlayır axtarmağa. Axtaranda da bəli, özündən qat-qat yaşdan böyük. Niyə? Ata sevgisini ki almayıb. Ona görə 10 yaş, 12 yaş, 15 yaş özündən böyük bir kişi ilə artıq başlayır o həyatı qurmağa. O seçim niyə? Yəni deyirəm, ata sevgini kifayət qədər görməyib. Bu birinci məsələ. İkinci məsələ, Allah dədənələrimizə rəhmət eləsin. Amin. Nəyə görə deyirlər ki, mən Aydınxan müəllimin bir məqaləsini oxudum dünənlərim. Bilmədim nə ona cavab yazım, status yazım, neyniyim, amma elə fürsət düşdü, indi yadıma düşdü, o sözü deyim. Nəyə görə bizim dədə-babalarımız may ayında toy etməyə icazə verməyiblər? Nə üçün boş ay deyiblər? O barədə yazım oldu. Üzr istəyirəm. Açıqlaması var orada. Nə bunu dinlə əlaqələndirirəm, nə başqa bir şeydən. Birbaşa milli, mənəvi dəyər, bir günlərin təhrik edirlər, may ayında toy edin. Şadlıq evləri pul qazansın, boş qalmasın. Filan yerə boş qalmasın, ət dükanlar boş qalmasın. Başa düşmürlər ki, bizim dədə-babalarımız bunu etməkdə böyük bir dənə insanlar üçün dərs qoyublar. Bilirsiniz niyə? Biraz bundan qabaq qeyd elədim. May ayında qan qaynayan dövrdür. İnsanların nəfsani, şəhvani istəkləri qarşıya çıxan dövrdür. Hər kim o vaxtda nəfsani istəyə görə, şəhvani istəyə görə ailə qursa, ailəsi uğurlu olmaz. Ona görə boş ay deyiblər. Amma biz başqa yerdə... Ay müəllim, bunun məntiqi bir sübutu yoxdur. Aydınxan müəllim məqaləsində bunu yazmış. Mən də bu barədə müsahibə vermişəm, mənim də yazım var. Xahiş edirəm, bir-bir. Xahiş edirəm. Bax, bizim dədə-babalarımız ailə dəyərlərini qorumaq üçün bizim may ayını toy etməyin deyəndə, ailə qurmayın deyəndə, insanlar nəfsani, şəhvani istəklərlə ailə qurduqlarına görə ailələri uğurlu olmaz. Mən yanvar ayında